Samir Abbasovun buraxdığı postda isə əsas namizəd Yuri Vernidubun adı çəkilir. 59 yaşlı mütəxəssisin son iş yeri Krivbas klubu olub və böyük ölçüdə bir çox detallar razılaşdırılıb. Çox xırda detallar qalıb ki, Vernidub artıq Neftçinin baş məşqçisi kimi təyin olunsun. Vernidubu tanımayanlar soruşula bilər ki, doğrudan da bu baş məşqçi nələr edib, hansı uğurlara malikdir ki, Neftçi onu gətirib uğur qazanmaq istəyir. Qırqarı çox bir misalı var idi ki, Neftçidə alınmayan bir karyera. Yuri Vernidub 10 il Zarya klubunda çalışıb və 8 il bu klubda baş məşqçi kimi işləyib. 2 il müddətində köməkçi məşqçi olub və 2010-cu ildən təxminən səhv etmirəmsə 8 il bu klubun baş məşqçisi olub və Zarya ilə nə uğurları var? 3 dəfə Ukraynanın 4-cüsü olub. Yəni Zarya kimi bir klubda kifayət qədər yaxşı bir göstəricidir və Rafael çıxış etdiyi, baş məşqçi olduğu müddətdə Zarya klubu demək olar ki, mütəmadi olaraq Avropa liqasında, Avrokuboklarda çıxış edib. Bu da kifayət qədər bir uğurdur. Daha sonra isə 2020-ci ildə Vernidub Moldova şerifinə keçir və Moldova şerifi ilə 2 dəfə çempionluq yaşayır və Moldova şerifinə hansı uğuru gətirir? Real Madrid məğlub edir. Ondan birinci Çempionlar Liqasına çıxarır klubu və Real Madridi məğlub edir. Və Real Madridi Santiago Bernabeu-da məğlub edir. Yəni bu kiçik bir klublar üçün çox az sayda olan bir Moldova kimi kasıb və dibdə olan bir ölkələr üçün kifayət qədər böyük uğurdur. 2 dəfə də Moldova çempionluğu yaşayıb bu klubla. Daha sonra isə Krivbasa keçib bu baş məşqçi. Krivbasda da kifayət qədər uğurlu olub, komandanı yüksək pillələrə daşıya bilib. Hal-hazırda isə bu baş məşqçinin adı Neftçi ilə hallanır və böyük ehtimalla Neftçinin növbəti baş məşqçisi olacaq. Rafael kifayət qədər əlində yaxşı futbolçular var. Neftçiyə lazım idi yaxşı bir baş məşqçi.